Laçın rayonunun rəisi, katibi qasir, cəmaat da ona baxır. Rayonun bir dənə böyük işçisinin arvad uşağı yoxdur rayonda. Kasıbçısı nə eləməlidir? Qırğına kasıbçısı getməli. Müharibədə bu saat Azərbaycanla Ermənistanın müharibəsində kasıbların uşaqları vuruşur. Bir dənə var adam uşağı vuruşur. Bəs yaxşı, bax, sən də kasıbın uşağısan, hə? Mən də kasıbın uşağım. Bəs sən niyə vuruşmursan? Mənə silah vermir. Hə? Mənə silah vermədi. Gedək, bu dəqiqə mən sənə silah verim, gedək. Canım üçün, onda qoy qoyunumu yönləşdirim bir yerə. Bax, görürsən, deyirsən, qoy qoyunumu yollaşdırır. Yox. Bəs qoyunumu qoyum yolun ortasında gedeyim. Gedin. Bizim Laçın uşaqlardır, orada postadır. Uca qayıdırlar Laçına özləri. Hamısı ki burada durur. Kimdir gör? Ver qabağını biraz saxla. Hara gedirsən? Gedirsiniz. Dayanmışıq yerim. Hamımız qayıdın dağa. Komandiri öldürürlər, komandirin yerine adam qaldı. Komandir de var her şeyde. Qayıdın, hamınız kodlayın, qayıdın Laçına. Bak, bütün Azərbaycanı Rusya eləməsəm siz məndən uğraş adam yoxdur. Qayıdın qardaş, qurbanım. Bir nömrələr adamsın ki. Qayıdın. Qaydın da ne olub sizə? Ben gəl edirəm, əmir verilib sizə qayıtmağa. Xəbəri yoxdur, ministrin əmri var, cürlələr yerində, Mən razıyım. Bir yer texnika işləmir, qoy, mən gedim. Mən də deyirəm, texnika, onda hara gedir texnika? Bir yer texnika işləmir. Yox, indi hara gedir texnika? Ne bileyim abi, komandir yok. Yerine eşlik yoxdur, bəs komandir eşlik. Eşlik orada, kökün ortasında. Gel siz ayın arasında kimdir? Türk'ü böyle yığıştın geçsin abi. Qaydın geri. Bir dəqiqə deyəm, kim komanda verib ki qaydasın? Hiç kim bilmiyor, size başa düşmek. Niyə Gəldin, olmaz? gəl lan Arkadaşlar orada dayanır. Özümüz Yalan deyirsən, qorxursan. Sağdır. Yalan deyirsən, qorxursuz. Hamımız qorxaqsız. Arvadsız. Özümüz Qoyunda tərtəb odun yoxdur. Hamısında bildik. Qoyunda Hamısına girmək versən də. mümkün değil. Hamısı Bəsli yalanı. yerdən qırat tutar otalar. Laçına girmək olar. Bundan sonra. Qaydı. Başını da döndərin. Hamınız qaydı. İstəyirlər texnikalar. Qaydı uzaqlaq göləni görsən. Sen kimsin? Mən müxbir, Çilistucan müxbiri. Gözəl. Sizə kim komanda verib ki qaydasız çıxasınız? Kim? Elçin orada. Elçin burada oturur. Bizi yola sağ bizi. Ben deyirəm, indi Elçin oturup gözləyirsiniz orada. Nece çekme hatta? Arkadaş. Ha. Kardeş çapana. Kaydarsan verirler. Ha kardeşim ben. Hadi kaydarsan verirler. Sen gelip oradan benden alarsan. Gel sen götürün. Ha. Kələməyə əmir verildi. Onda niye çıkıyorsunuz? Laçından çıxmır. Uşağı döşdülər ki, tikanlı zəmidə 29'u tutsunlar yolu. Çünki onlar oradan tempo ilə gələcək. Uşaq dökülür, biz buradan qayıdıb uşağı buradan Kim dedi? Eğer uşağı... Şakir müəllim. Belə söhbət oldu səhər-səhər. Tikanlı 31-dəki... Yok. Bunlar şuradan gel. Ben buralarda göreyim. Şaşır. Sus. Abaş olsun. Ne tamam. Bu boyda kalırlar. Gelir Laçına qayıdacaq. Laçına qayıdacaq, gələcək. Adama dersen yok tez Laçına. Laçına kaydırması. Burası kim? Burada kalmış Laçına qayıtmaq. Bir dəqiqə indi Laçına qayıdacaq biz də. Pozisiyadan söhbət getmir. Mən gene de demək istəyirsən bu boyda kolonla bu pozisiyada kimi saxlayırsınız, kimi qoruyursunuz? Yok burada Bu boyda kolonla 8 nəfərdir pozisiyada. narahat olmayın, hər qabağa gedirik. Polşaya Koyuyorlar oradan sonra kaydırıyor. Apan koyuyorlar oradan sonra kaydırıyor. Yaxşı kadınlar, tamam. Az qaz eləmir, Çin məsələ çıxacaq ya bir şey. Hamımız da vuruşacaq. Axırda kolonla qayıtmalıdır uşaqlar. Bütün bu kolon qayıtmalıdır. Hamısı qayıtmalıdır. Şuşada, Laçında qalıb adam. Boş deyil. Bizimcə Laçın bəy Gelin kaçırdık. Pozisiyalar qalın öz yerində biz özümüz də qaydırıq Laçına. Qardaş, mən qaytarım ona. Ben gedirəm 30'a. Bir grup uşaqla mən gedəcəm 30'a. Şuşadan da verib ki, bax məsəl üçün də sizlə çıxanlar Laçından çıxsın, Laçını tərk eləsin. Belə bir əmr olub yoldaş kapitan. Əmr olunur ki, qərargah yer dəyişməli.
Kim verir bu əmri? Komandir bu. Familiyası. Şey. Bəli. Şey. Paşayev. Ancaq qərargah. Ancaq qərargah. Ancaq sənət. Bu siz razısınız yoldaş kapitan ki bu boyda kolonna, bu boyda texnika qərargah deyil. Məsələ onda deyil. Məsələ ondadır ki, axşam siz yatmışsınız orada. Məsələ çıxdı, oruc oldu. Cahangir oldu. Mən eşitmişəm hamısını, hamısını. Deməli, məsələ belə oldu ki, bölündü, kim hara gedəcək? Hamının yeri bölündü. Sonra gəldi. Saat 4'e kimi heç kimi göndərənmədik. Reydi və atriyat. Gəldi. Üzr istəyirəm, sual verin. Üzr istəyirəm, sözünüzü kəsim. Yoldaş kapitan, ayın 11-dən və mən dünən bunu sizi saat 10'da dedim hamıya. Ayın 11-dən Şakir, почему-то не снимаешь, я не Как не понял. снимаешь? Снимаю я. Baxmam, geri qaydırıq. Üzr istəyirəm uşaqlar, bir dənə söz deyim də burada bir şey. Yoldaş kapitan, uşaqlar çəkilin, xahiş edirəm. Şakir. Yoldaş kapitan, ayın 11-dən Yoldaş kapitan. Düssürü bir də. Yox, mən sözümü qutarım da. Düssürü ya hamını. Hamını düssürü ya. Yox, başqa söz deyə biz müsahibə götürürük. Yoldaş kapitan, ayın 11-dən bu da əskərmi, kimmi güllələnməlidir. Mən sizə dedim ki, o əmir televiziya ilə elan edilib, verilib, deyilib. Bilirsiniz nə var? Bəli. 89-cu il mühabirəm. Bəli. Bizdə bir patlakonik vardı. Rus komendatıdır. Deməli, axşam televizorda deyildi ki, yazıb özü. İlmənlə dedi ki, özü də Laçın adını çəkdi ki, mən bir qaz vermişəm ki, Laçın üzərindən uçan bir tərəflər vurulsun. Səhər getdim komendatın yanına. Dedim, məsələ belədir. Qayıt dedi, sən kimsən? Mən deyirəm, yox, hesabladım mən deyim. Qayıt dedi, yazıb, əmr yox, intervyu verir. Yoldaş kapitan, bu əmrə qol çəkilib. Özdə Yazov yox, Rəhim bəy Qaciyev. Müdafiə naziri, Azərbaycanın müdafiə naziri əmrə qol çəkib. Bu elan edilib Müdafiə nazirinin pres slujbası ilə, mətbuat mərkəzi ilə. Mən bunu dünən saat 10'da bilirəm, sizdə televiziya işləmir, Laçında və s. Mən bunu dünən bildirdim ofitsial olaraq hamıya. Məndən xahiş edilmişdi şəxsən Müdafiə naziri ilə bunu bildirib bilməyənlərə. Və siz deymişkən o saat 4'də qulaq asmayanlar niyə yerindəcə güllələnməyiblər? Bilirsiniz, məsələnin bir tərəfi var. Bak bu dəqiqə Qubatlıyacan getdim. Dün yolda qışqıra bir dənə binamız qayıtmadı. 90 öyle bütün texnikanı da çəkmişəm. O texnika ilə bu dəqiqə Laçından gəlirsə bana şeydə girmək olardı. Cengiz, ben özüm turist söylerim. Necə bilirəm, mən burada soruşuram, necə başa düşək bunu? Demişəm ki, bax bu torpaqda kim Müslüman hüriyyəti varsa, o qalır bu torpaqda. Orada uşaq var. Hə, oradadır. Çörgünün də o tankı var ha, BBS, hamısını yandırdım, parta. Ancaq vaqt, gəlmişəm, oğlan var ha. İndi gel, inandığın, bu torpaq bu insana lazımdır. Bu dəfə, bu dəfə faktlar. Fakta var. Hər şey faktlandır. Nə heç kim sizi satmayıb, sizi deyəndə mən hamını bilirəm. Nə heç kim ordunu satmayıb, nə rəhbər, nə o, nə bu. Qorxub, tüfürüb, qaçıblar. Və mənim əlimdə əsaslar var. Saat, onlar çıxanda 9 idi. Saat 1'di, bax mən bu dəqiqə. Laçın deyəm, nə atan yox, nə hücum eləyən yox. Son. Krenos, bax, Quran haqqı edəcəm ki, həyatlarının axırınacan onlar yaşaya bilməyəcək.